Nəhayət ki, ötən ildən davam edən məhkəmə prosesi bitdi. Sonlu jurnalistləri maraqla gözlədiyi Nərman İmranov, Əliçam Hümbətov, Arif Paşayev və qeyriləri məhkəmə prosesində ilkin olan hakim Oktay Maksudov hökmü ki, sonsuz da cəza alacaqlarını bilən müttəhimlərin Mağmun Bağçıların önündə oxunan hökmdə ki, sən demə müttəhimlər vətənə xəyanət mövqeyi tutmaqla dövlət çevrisinə hazırlaşırmış. Sabiq Milli Təhlükəsizlik Naziri Nərman İmranov özünü qondarma qarışmağın Respublika Prezidenti elan etmiş Əliçam Hümbətov təqsirli bilinərək ən ağır cəzaya, əmlakın müsadirə olunmalı və ölüm cəzasına məhkum edildi. Milli Təhlükəsizlik Nazirinin İstintaq Təhqiqatının növbətçisi və növbə rəisi Faiq Mirzəyev həbsini xüsusi rejimli islah düşərgəsində keçirmək, əmlakı müsadirə edilməklə 12 il müddətinə azadlıqdan məhrum edildi. Azərbaycan Xalq Cəbhəsi sədrinin müavini Arif Paşayev 5 il, təzyiqxana nəzarətçilərinin ikisi 5 il, biri isə 7 il müddətə ümumi rejimli islah əmək düşərgəsində saxlanılacaq. Beləliklə, məhkəmə qurtardı. Oktay Maksudovun oxuduğu hökm bu cümlələrlə bitdi. Hökm qətidir və heç bir kassasiya şikayəti qəbul edilmir. Anar Yusufoğlu hərbi kollegiyanın iclas salonuna. Proses dövründə Nərman İmranov hüquq mühafizə orqanlarından əli üzüləndə görünür ki, bunun dediklərini heç bir əhəmiyyət vermirlər. Quranı çıxardıb, Quranı and içdi ki, bu cinayətdən mənim xəbərim yoxdur. And içdi ki, o devlətinə, xalqına sədaqətli işləyirdi. Eyni zamanda Quranı təqdim elədi ki, Faiq Mirzəyev ona and içsin. Faiq Mirzəyev Quranı and içə bilmədi. Məhkəməyə, prokurora yalan deməkdən qorxmayan Faiq Mirzəyev Qurandan qorxduğu and içə bilmədi. Bu görünür, subutların ən ülüsü idi, ən yüksəyi idi. Amma məhkəmə, hökmü çıxardan məhkəmə Allaha, Qurana əsas götürməyib, Faiq Mirzəyevin yalan ifadəsini əsas götürüb Nərman İmranova ölüm cəzası verdi. Çıxarmış olduğu hökmü əsas hesab bilirəm, qanunsuz hesab bilirəm. Paşayev məhkəməyə qayıtmaqla o Azərbaycan məhkəmə təcrübəsində əvəzi olmayan bir hərəkət edir. Əslində o nümunə olub. Azərbaycan xalqına, onun milli məclisinə, məhkəmə orqanlarına öz inamını bərpa eləmək istiqamətində bir addım adı. Ki, bax, mən inanıram, qayıdıram məhkəmənin ədalətinə. Nəinki o, ədalət mühakiməsinin həyata keçirilməsinə mane olur. Əslində, ona kömək edir. Mən belə hesab edirəm ki, həddindən artıq ədalətsiz bir hökmdür. Əslində, Oktay Maksudov bir növü indiki iqtidara öz geyindiyi mundirin əvəzini verdi. Əlişov, Rəcəbov, Babayevin, zabitin bilavasitə təsiri altında bu cinayəti etməsini məhkəmə digərlərinə nisbətən daha yüngülləşdirici hal kimi qəbul edib, onlara deməli, maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə yaxın cəza təyin etmişdir. Rəcəbov isə hadisədən sonra da gördüyü əməllərdən peşman olmayaraq, heç bir məlumat vermədiyinə və bu cinayəti faktik olaraq gizlətdiyinə görə məhkəmə təbiidir ki, onu digər məhbuslardan deməli, ayırıb ona nisbətən yuxarı cəza vermişdir. Digər məhbusların, məhkumların cəzasını məhkəmə yenə də təkrar edirəm ki, ədalətli və qanuni hesab edir. Biz ancaq bu il hesab elədik ki, biz təmir işlərimizi bitirdik. Nəhayət ki, biz bank işi ilə tam surətdə öz qüvvələrimizi sərf edərək məşğul ola bilərik. Amma belə çıxdı ki, biz bu təmir işlərini bitirdikdən sonra birdən-birə qərar alırıq ki, xəbər alırıq ki, biz bu binadan çıxmalıyıq, bu bina səfirliyə verilməlidir. Mən əvvəldə də qeyd elədim ki, səfirliyə bina verilməsinin vacibliyi barəsində mübahisə açmağı mən yersiz sayıram. Lakin mən hesab edirəm ki, biz səfirliklə bir binada qonşuluqla çox rahat yan-bayan fəaliyyət göstərə bilərik və bizim nəinki bir-birimizə maneçiliyimiz olmaz, əksinə bizim bir-birimizə böyük köməyimiz deyə bilər. Nəzərə alsaq ki, bankın tutduğu sahə bu binanın sahəsinin cəmi 20%-ni təşkil edir. Yerdə qalan 80% isə bu saat yarım boş vəziyyətdədir. Mən burada heç bir problem görmürəm. Bu qərara yenidən baxılmasa və hazırki real şəraitə cavab verən qanunlar çərçivəsində qərar qəbul olunmasa, biz arbitraj vasitəsilə öz hüquqlarımızı müdafiə etməyə məcbur olacağıq. Ben inanıyorum ki düzelmelidir bu. Başka bir şey olacağına inanmıyorum. Olabilmez yani. Şimdi nece yani? Bu hemen şeydir. Bir adam bu benim penceğim. Biri gelip ver o penceyi ben buna giydireceğim. Böyle şey olur.
Olmaz. O zaman bu da olmayacaktır. Orada benim kanuni hakkım var, kontratım var, şirketim var. İçeriye de pul da koymuşum. Sabahleyin bu mesele aydınlaşılanda mutlaka aydınlaşacaktır. Diyecekler ki yaxşı sen kal burada. Torpağımızın altı üstünde üstünde gedən mübarizələrdə qalxış olmuşluğundan savayı elə bir şey gözlədir. Yasan Azərbaycan sayağı özəlləşdirmənin Rənesans dövrü başlayıb. Rənesans demişkən, sayılan banklarımızdan biri Rənesansın başına əcaib sərgüzəşt gəlib. Müsyo Jordan bu səfərdə bir könüldə 1000 könüldə vurulub. Amma bu dəfə Şahbaz Bey'in komandasında onun bankının başlarına yarı yaraşıldığını qalqlarına. Fransızların zövqünə sözümüz yoxdur. Rənesansın məntiqinə də. Sözümüz yalnız onadır ki, balam, madem Rənesansa bu binada 2000-ci ilədək fəaliyyət müddəti verən müqavilə var, axın olsun ki, bu müqaviləni bağlayanda heç kəsin adına gəlməyib ki, birdən 5 il sonra Azərbaycan hansısa dövlət öz səfirliyini açar və bunun üçün Rənesansın yerinə yurduna göz dikərlər. Bu bankirlərin də siyasətləri filanları yoxmuş. Fransızlar kimi dal qapıda qoymurlar ki, dar yağda aradan çıxsınlar. Bəli, bu sadəlöv bankirlərə görə Fransa Rənesans nümayəndələrinin zirzəmidən 160 maşın zibil daşımasını maraqlandıra biləcəyi qədərincə prostoy deyil. Və başlıcası da budur ki, sabah başqa bir ağıldan qıfrağın ağılına dom sovetin, başqa bir başdan yeyinin xəyalına təzətləyin, özgə bir ipləmənin topuğuna lap belə aynəsinin yurd yuvasını mənkiləmə eşqi vura bilər. Biz Molieri də, Picasso-nu da, hətta Jean Pireni belə anlayırıq. Allah ruhlarına və canlarına dəyməsin. Amma Rənesans bankı da canı daxil. Fransızca mədəni və fransızca zərif olmasalar da, qəribədir ki, onlar da hiss edə bilirlər. Və bu mənada tutduğunu buraxmayan Jordan müsiyələrini anlaya bilmir. Xülasə, yeni açılan bütün kalibrli müəssisə rəhbərləri nəzərinə, özümüzə yuva qurmazdan qabaq, icra hakimiyyətindən və meriyadan qabaq dünya ölkələrinə müraciət edin. Soruşun ki, onların bu 5 illikdə Azərbaycanda səfirlik filan açmaq niyyətləri yoxdur ki, elə ki bu suala yox cavabı aldınız, onda zəng vurun Bakı meriyasına və merin ağzını arayın. Görün merin qərarı ciddidir, yoxsa zarafat edin. Yox, əgər elə ki Azərbaycan sayağı özəlləşdirmə hüquqlarından dəli oldunuz, nə badə başınızı qırxdırasınız. Çünki başqa bir dəlilin adına sizin başınızın dərisindən yaxşı nağara dərsi çıxartıb ideyalar gülərlər. Bizim qanunlar isə sizə bunun qarşısını almağın vurtut bir yolunu göstərir. Ülgüzü götürüb daz başınıza bir neçə yerdən var gücünüzü çəkməklə o misyonu fikrindən daşındırmaq və salam. Azal Hava Yolları Dövlət Konserinin Boeing kompaniyası ilə mülki təyyarələrin alınması haqqında protokolu imzalayan Azalın direktoru Ədalət Əliyev və Boeing kompaniyasının satış şirkətinin genel direktoru Sədriyə bildirdi ki, əməkdaşlığa dair danışıqlar 93-cü ildən aparılır. Ədalət Əliyev qeyd etdi ki, bu protokol əsasən 2 Boeing 757 tipli təyyarə Azal üçün yığılmağa başlayacaq və tədricən Azal konserinin təyyarə parça bir hissəsi bu təyyarələri dəyişiləcək. Azalın Rusiyada istehsal olunan təyyarələrdən Boeing-i üstün tutmasının səbəbini konsernin direktoru izah etmişdir. Texniki səbəblərinə görə Avropaya buraxılmışlar. Qəzetlərdə çox tez-tez öz vətəndaşlarına müraciətlər olunur. Xarici dövlətlərin, xüsusən Avropa, Amerika qitəsində öz vətəndaşlarına məsləhət görürlər ki, keçmiş rus səyahələrində uçmasında. Yəni bu haqda çoxlu məqalələr var. Ona görə də xüsusən də son qəzalar. Boeing kompaniyasının satış üzrə regional direktoru Tibet Grey, Boeing 757 tipli təyyarələrini 3 il tam zəmanət verildiyini dedi. Azala bu təyyarələrin neçəyə başa gəldiyinin tam açıqlamasını konfidensial məsələ sayan Ədalət Əliyev qiymətin güzəştli olduğunu bildirdi. Azal və Boeing'in toy mərasiminin sonuna kimi iştirak edən Xədicə və Azər Qarayev. Daha sonra Həmkarlar İttifaqının sədri bildirdi ki, artıq noyabr ayı hesabına Dövlət Yanacaq Komitəsi və Aqrabank 26 milyard manat məbləğində neftçilərə borcun bir hissəsini ödəyib. Hazırda noyabr üzrə qalan borc 6,2 milyarddır. Bilmövsü Mahmudovun fikrincə, əgər ödəmə belə templərlə davam etsə, onda neftçilərin maaş problemi həll olunur. Dövlət neft şirkətində işləyən fəhlələrin belə vəziyyətinin səbəblərini isə Cənab Mahmudov maliyyə sisteminin düzgün işləməməsidir və ümid edir ki, bu sahədə dövlətin hazırladığı struktur dəyişikliklər nəticəsində işləyən əmək haqqı problemi aradan qaldırılacaq. Və xarici neft şirkətlərinin verdikləri bonuslar hesabına görəsə bu problemi həll etmək olarmı? Yəni o xaricdən gələn məsələlər, yəni bonuslar, o barədə bir söz deyə bilmərəm, çünki onlar hara gedir, nəyə gedir və hansı istiqamətə yönəlir, məndə dəqiq məlumat yoxdur. Uzun müddət əmək haqqı almayan neftçilər hərdən etiraz aksiyası kimi tətil keçirərək maaşlarını tələb edir. Görəsən bu tətillər hansı nəticə verir? Nə qədər ki, dinmirsən, danışmırsan, Yanacaq Komitəsi bizə Nazirlər Komitəsinin qərarına 40% əmək haqqı verir. Yəni gündəlik gələn gəlirin 40% verir neft şirkətinə. Hasan ki, tətil olur, biraz haki olur, yəni cəmaət məcbur olur tətil edəndə. Onlar da məcbur olur, demək olar ki, gündə verilir hardasa 200 milyon manat, bir də görsən qalırlar bir gündə 2 milyard pul verirlər. Yemək bunu vermək olar. Yəqin ki, görünür gündəlik təzyiq etmək lazımdır.
Neftçilərin sosial problemlərindən danışaraq Mövsüm Mahmudov dedi ki, 92-93-cü illərdə neftçilər üçün 1200 mənzil tikilmişdi. 94-95-ci illərdə isə cəmi 105 ev. Halbuki hazırda ev ehtiyacı olanların sayı 9000 nəfərdir. Sərdar Azəri xəbərçi neftçilərin Azad Həmkarlar İttifaqından.